Herkese salam bir daha. Deməli bugün təbii daşlarımızın bir qismi gəldi. İndi onlara sizi onlarla sizi tanış edirəm olsun. Ayrı-ayrıca göstərəcəm. Çəhrayı kvarsdır. Baxın. 8, 10, 12 millisi var. Ondan sonra aslan gözüdür. Bunun da həmçinin 8, 10, 12'si var. Sonra bu yaşıl bir şey gözü köhnədən var. Təzə gələnlərin içində deyir rozvu bir şey gözüdür. 8 milli 10 millisi var. Sonra baxın bu ulduz daşının iki rəngi. Kartsini bir də bu çeyni rəngi. 10 millidir. Bir də bunun balacası təxminən 7 millidir. 8 millidən biraz balacadır. Sonra bu göy agat 10 millisi var. Sonra ametist taşıdır. Bu da 8, 10, 12 millidir. Sonra fosfor gəlib. Bu da 8 və 10 millidir. Sonra firuzə daşıdır. 8, 10, 12 millimetr ölçülərdə firuzə daşıdır. Sonra strinin iki cürü gəlib. Baxın bu rəng də strində gəlib. Bir də bu tonda. İkisi də strindir. Bunun 8 və 10 millimetri var. Bunun isə 6, 8, 10 millimetr var. Sonra bu formada gəlib daşlar. Baxın belə bu formada daşlar gəlib. Ondan sonra baxın sınıq daşlar gəlib. Baxın firuzədir. Sonra sade bu daşların bakın 10, 12, 14 milli. Bu var. Sonra parlağı var. Qara parlaq. Sonra bunun mat daşı da var. Sonra bu formada bunlar var. 8, 10, 12, 14 milli. Sonra həmçinin bu şəffafın da 10, 12, 14 millisi var. Hal-hazırda sizə yeni gələnləri göstərdim. Köhnədən olanlar da yenilərim üçün var öz yerlərinədir. Bu videoda ancaq sizə yeni gələnləri göstərdim. Hər biri mağazamızda var. Yaxınlaşıb əldə edə bilərsiniz.